Qocalmaq axı nədir? Qocalmaq əslində insanda fərqli yaşda olur. Məsələn, insan var artıq 30 yaşında qocalıb, hətta mən 20 yaşında insan belə görmüşəm ki, çox qoca görsənir. Çünki həm həyat tərzi, həm genetika, həm stressin təsiri, həm çox dərin səbəblər var bu qocalma faktorunun arxasında. Amma o ki qaldı elmə, alimlər deyir ki, məsələn, insan günəş işığından birbaşa məruz qalmaqdan söhbət getmir. Bu təmiz başqa məsələdir, amma sırf gün işığını heç görməmək də insanı qocaldır. Məsələn, siz əgər bütün günü türmə kimi heç bir günəş işığı düşməyən evdə otursanız, pəncərələri bağlasaq, evə heç günəş işığı düşməsə, bu insanın çox sürətlə qocalmasına səbəb olacaq.